Rabben salam görürüm. Size gerçekten büyük bir iş görmüşsünüz. Ve bu gördüğünüz iş şüphesiz ki gelecek nesillerimiz için çok büyük bir örnek olacak. Aynı zamanda sizin bugünkü tədbiriniz büyük bir vətənpərvərlik tərbiyəsidir, gəncləşdirilmişdir. Ben bu məqamda istəyirəm Cənab Ali Başkomandanımızın bir fikrini tekrar daha doğrusu yazımıza salar. Cənab Prezidentimiz deyir ki, baxmayaraq ki, ölkəmiz sadəcə inkişaf edib, baxmayaraq ki, bugün ordumuzda nasıl silahlar var, baxmayaraq ki, çoxlu güclü təchizatımız var, hərbi təchizatımız, amma qələbəmizin birinci amili bizim əsgər azadlıqlarımız, balalarımız oldu. Və bugün burada iştirak eden şehit anaları karşısında mən baş əyirəm və sizin övladlarımız doğrudan da bize büyük bir başucalığı gətirir, öz qəhrəmanlığı ilə, öz şəhidliyi ilə. Bugün dünya arenasında baxırsınız, Cənab Prezidentimiz iştirak ettiği tədbirlərdə hər bir dövlət başçısı, siyasi xadimlər gəlib Ali Başkomandanın yüzünə, Cənab Prezidentimiz görüşmək istəyir. Nədən irəli gəlir? Ondan irəli gəlir ki, bugün bizim prezidentimiz qalib bir dövlətin prezidentidir, qalib xalqın rəhbəridir. Bax, bundan irəli gəlir. Bax, bu sevinci də, bu fərəhi də bizə gətirən bizim qəhrəman şəhidlərimizdir. Bu ocağı 10 minlərlə, 100 minlərlə inanın ki, insanlar ziyaret edir Pəncəli ocağını. Və bu Pəncəli qardaşımızın, Pəncəli qəhrəmanımızın anası Vahimə ana hər birisini öz bacısı kimi, öz qardaşı kimi, öz anası kimi qəbul edir və yola salır. İnanın ki, bunu hər bir insan bacara bilmez. Və bugün də siz bunun şahidi oldunuz. Vahimə ana, buna görə sizə dərin təşəkkürlü minnətdarlıq edirəm. Allah'a hamdolsun, böyük bir başlıcalığı gətirib bizim hər birimizə. Və inanırıq ki, Pəncəli qardaşımız öz layık olduğu adı inşallah alacaq. İnşallah bu günü biz səbirsizliklə gözləyirik və Pəncəli qardaşımızın timsalında hər bir şəhidimizə Allah rəhmət eləsin deyirik. Və onu da deyirik ki, şəhidlər unudulmur, şəhidlər bizim qəlbimizdə, ürəyimizdə yaşayır və daim yaşayacaq. Hər birinizə təşəkkür ederim.